Salam, hörmətli icrayıcım. Mən son zamanlar görürəm ki, insanlar attestasiya adına işdən çıxarırlar ki, sən attestasiya yararsızsa, ona görə mən hüquqşünaslar seyircilərə qərar gəldim ki, bugünkü videoda məlumat verim ki, kimlər attestasiyadan keçmədən azaddır. Yəni attestasiyadan keçməsi qanunsuzdur. Əgər kiməsə maraqlıdırsa, videonu sonuna qədər izləsin. Amma əvvəlcə bir neçə məlumatı nəzərdə çatdırmaq istəyirəm. Birinci məlumat ondan ibarətdir ki, mən bu kanalı yaratmışam ki, insanlara məlumat verim ki, qanunverici hansı güzəşt və imtiyazlar, imkanları verir. Adətən insanlara deyir ki, qanunda faşi qadağanı yox. İnsanlara qanun güzəşt və imtiyazlar verir, sonra qadağa verir. Güzəşt və imtiyazdan istifadə etmədiyi halda insana deyə bilməzsin ki, sənə falan şey qadağandır. Ona görə güzəşt və imtiyazlar barədə məlumat verilməlidir, insan bilməlidir. Ondan sonra deyilməli ki, falan şey sənə qadağandır. Bu halda bunu etməlisən. Ona görə bu kanalı yaratmışam. Digər məlumat ondan ibarətdir ki, mən YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquq məsələsi 10 manata edən bir insanların maddi vəziyyəti çətindir, ona görə. Mən özüm də əlilliyi olan şəxsən, əlil arabasındayam. İnsanlara daha yaxşı başa düşürəm. Və digər məlumatlar ondan ibarətdir ki, mən bir gündən bir sosial layihəyə başlayan artıq bugün ayın 24-ü aprel 2025-ci ildir. İstəyirəm maşınla gedim, insanlara hüquqi yardım göstərim. Eyni zamanda əlil dostlarıma əl işin satın, səhiyyə xidmət göstərim və eyni zamanda regionlara çıxım, vəziyyəti göstərim ki, əlilliyi olan şəxslər hara gedə bilər. Bunun üçün mənə 35.000 manat vəsait lazımdır ki, bir maşın alım. Hansız içinə bələdiyyədə əlil arabasına daxil ola bilim. Yəni elə bir şəraiti olsun. Eyni zamanda insanlar da daxil ola bilsin ki, mən hüquqi yardım göstərim. Bir sosial layihə olacaq. Həmin sosial layihədə iştirak etməsi üçün bütün vətəndaşlar dəvət edən hər bir vətəndaşdan bir manat kampaniyası imkan daxilində iyanə edin ki, mən alabilirim. Gündəlik məlumat verəcəm ki, nə qədər yəni pul yığılıb. Mənim kart nömrə, telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalı şut tutulmasını istənilən videonun üzərində var. Həmin iyanə edə bilərsiniz, həmin hüquqi yardımcı müraciət edə bilərsiniz. Hüquqi yardımcı müraciət etməyə görə WhatsApp-a səsli mesaj göndərin ki, mən sizin suallara cavab verim. Və beləliklə keçən mövzuda ki, kimlər attestasiyadan azaddır. Birinci onu qeyd edin ki, 18 yaşı çatmamış şəxs əgər işləyirsə, o azaddır. Bir ildən az işləyən şəxs azaddır. Hamilə qadınlar azaddır. Hamilə qadın ana olduqdan sonra uşağın 3 yaşına qədər məzuniyyət götürübsə və ondan sonra bir tamam olmamış işləyirsə, azaddır attestasiyadan. Yəni bir müddət uşağın 3 yaşı tamam olduqdan sonra sayır. Yəni uşağın belə deyək 4 yaşı tamam olmamışa qədər ana işləyirsə, o halda yəni attestasiyadan keçməyə bilər. Eyni zamanda Azərbaycan Respublikasının ərazisi bütövlüyünün uyğunda iştirak etmiş, xəsarət almış, travma almış, kontusiya almış şəxs, əlilliyi olan şəxslər, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün zamanı sücət göstərmiş şəxs fəxri adlar alsa, o attestasiyadan azaddır. Bundan əlavə bir insan əgər 3 dəfədən artıq attestasiyadan keçibsə, 4-cü ehtiyac yoxdur. Attestasiyadan keçməklə azaddır. Tibbi sahədə işləyənlər üçün azaddır. Eyni zamanda dediyim kimi 18 yaşını çatmamış şəxslər üçün azaddır. Nəzərə almaq lazımdır. Tibbi sahədə və ərzəsəri sahəsində işləyənlər azaddırlar. Nəzərə almaq lazımdır. Bundan əlavə qeyd edin ki, uşaq əgər 18 yaşına qədər işləyirsə, həftədə 24 saat işləyə bilər. Yəni 40 saat işləməsi qanunun qadağanıdır. Amma buna baxmayaraq 40 saatın pulunu almalıdır. Eyni zamanda hamilə qadınlar işləyirsə, yaş yarımına qədər uşağı atasından bir yerdə böyütdükdə, yaş yarımından sonrasa tək böyütdükdə 3 yaşına qədər ana 36 saat işləyə bilər. Qeyd edin ki, attestasiyadan azad olması siyasına qaçqın və məcburi köçkünlərə aiddir. Nəzərə alın. Bunun əlavə qeyd edin ki, ana hamilə olması barədə və ya ana olması barədə arayışı iş yerinə təqdim etməklə
Yəni həmin 36 saatını yararlana bilər. Yəni 36 saat işləyə bilər. Nəzərə almaq lazımdır. Yəni qanunvericidə Əmək Məcəlləsinin 66-cı maddəsinə fikir verəndə görmək olur ki, dövlət zədə almış şəxslərə, xəsarət almış şəxslərə, sonra bir ildən az işləyən şəxslərə daha çox üstünlük verir attestasiyasının keçməsi. Bu da nəzərə almalıdır. Mən videoda görürəm, musiqi məktəbi müəllimləri etiraz edir ki, işdən çıxardırlar bizi. Onların da arasında belə deyək, qaçqın var, məcburi köçkün olan var, həmin şəxslər və ya belə ana olan şəxslər var, analıq məziyyətində olan şəxslər var. Nəzərə almaq lazımdır. Eyni zamanda qeyd edin ki, analıq məziyyətində olan şəxslər hüquqlu ana şamil olduğu kimi, o tək atalara da şamil olunur. Uşağın 3 yaşına qədər məziyyətdə olduğu halda. Yəni attestasiyadan keçməsi eyni zamanda uşağın 4 yaşına qədər yəni attestasiyadan keçməsi. Bir daha qeyd edən ki, uşağı tək böyütdüyü halda. Yəni o bir il müddəti fikir verin. 18 yaşına qədər olan uşağa şamil olunur. Yəni yeniyetməyə şamil olunur, gəncə şamil olunur. Eyni zamanda uşağın 3 yaş tamam olmuş ana və ataya şamil olunur. Görün nə qədər yəni qanunda belə güzəştləri nəzərdə tutulub. Bunu nəzərə almaq lazımdır. Hər bir vətəndaş bilməlidir. Sizdən xahiş edirəm ki, videonu bəyənin, paylaşın ki, hamı bilsin. Eyni zamanda mənim bayaq qeyd edilən sosial layihəmə dəstək olması üçün hamını dəvət edirəm. Nəzərə alın. İnsanlara sosial hüquqi yardım göstərməsi üçün mən getməliyəm maşınla, hüquqi yardım göstərməyə insanlar maşına daxil olmalıdır, öz problemlərini deməlidir. Ona görə mənə elə bir maşın lazımdır ki, yəni mən əl arabasına içine daxil ola bilim. Yəni eyni zamanda əli dostlarımın əşini satım. Belə bir maşın da hörmətli izləyicə 35.000 manatdır. Ona görə istəyən hər bir vətəndaşdan 1 manat yəni kampaniyasına başlayaq. Bildiğin kimi aprel ayının 24'ü 2025-ci ildir. Hər gün mən məlumat verəcəm ki, vəsaitin nə qədər yığılıb. Bir də xatırladıram ki, mənim telefon nömrəm və kart nömrəm videonun izahı yerində YouTube kanalı qeyd olunub. Eyni zamanda YouTube kanalı şutulmasını istənilən videonun üzərində var. Gəlin biz aktiv olaraq TY Aksız həyata keçirdək. Əgər həmin maşın məndə olsa, dediyim kimi gedəcəm hüquqi yardım göstərəcəm, əgər dostlarımın əşini satacağım. Eyni zamanda regionlara çıxacağım ki, göstərdim ki, əv yoğun şəxsəsinin hansı şəraitdə var. Eyni zamanda vətəndaşların probleminin yerini tanış ola bilərəm. Ona görə sizin dəstəyinizə ehtiyacım var. Aktiv olaraq hər bir vətəndaşa bu kampaniyası birini həyata keçirdək. Diqqətinizə görə sağ olun. Sağ olun.